Bir zaman Peyğəmbərimiz zamanında bir səfərə çıxmışdılar. Səfər əsnasında bir nəfər dedi ki, ya Rasulallah, bu səfər bəddi ilə nəticələnəcək. Peyğəmbər Əkrəm xəbər aldı, dedi, niyə belə düşünürsən? Dedi, ya Rasulallah, qabağımızdan pişik keçdi, bəs mən bunu pisliyə yozuram. Həzrət Peyğəmbər Əkrəm buyurdu ki, sən geri qayıt. Bəli, bu səfər sənin üçün pis olacaq. Çünki günah özündədir. Allahdan naümid olub kiçik bir şeyi özün üçün əgər pisliyi yozursansa, o zaman təbii ki, Allah da sənin işi pisliklə nəticələndirəcək. Çünki hədisimiz var, buyurur ki, Allah mütəal sizin işlərinizin nizamında sizin Allah barəsində düşüncələriniz qədər onu səhmana salır. Allaha etimadınız nə qədərdir? O qədər də işləriniz səhmanda gedəcək.